Bildiyim tək bir şey var. Bu renkler istəyirəm. İndi bu soyuq bejlə ilk öncə kriz bölgəsindən bir keçək yüngül. Artıq alt baza var. Ona görə biraz tünd, yenə də soyuq bir tonla. Pigment gözlədiyimdən çox idi. Ona görə toparlamağa çalışıram. Əsas vurğunu burada saxlayıb qalan hissələrə az-az yayıram. Toparlayacağıq. Gəldik məni əsas həyəcanlandıran rənglərə. Neoxrom rənglərdir özdə bunlar. Əvvəl bu açıqdan keçək. Necə olur? Çox gözəldir. Ümumiyyətlə bu paleti çox uğurludur. Biraz tozlanır. Mat rənglər biraz tozlanır, amma bunu görməzdən gəlmək olar. Bayılıb qalacağım buralarda. Daha da vurucu hala gətirmək üçün biraz da bu yaşıldan üstünə keçirəm. Bu tünd rəngdən göz altıma da keçəcəm. İncə uclu belə bir fırçayla yerləşdirirəm bu qəhvəyi rəngi və belə kiçik dağıtma fırçası ilə yayıram. Biraz da üst kirpiyi dibinə vurğu eləyəcəm. Yaşıldan alt hissəyə də keçəcəm. Bir ağ işıltı götürürəm bu dəfə və bunu göz içini aydınlatmaq üçün istifadə edirəm. Mən həmişə işıltını bura qədər qaldırıram. Göz çox daha geniş görünür. Ətrafı qapadıcı ilə təmizləyirəm. Daha kəskin və səliqəli bir görüntü üçün. Baxın, bu tək hərəkət hər şeyi çox dəyişir. Kirpiklərimi qıvırıram və maskara ilə tamamlayıram. Məncə göz içi bir qəhvəyə qələm istəyirdi. Boz kəsim. Nə deriz?